Salam, hörmətli izləyici. Mən hüquqşünas Zaur Seyidzadə. Sosial yardım almaq istəyən vətəndaşlar bir neçə məlumat çatdırmaq istəyirəm ki, xəbərləri olsunlar və bizimlə hansı halda internet verə bilər və həmin halların qarşısını alsınlar. Ona görə zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda onu qeyd edin ki, əgər fərdi qaydada məsləhət istəsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Hörmətli izləyici. Və yəni keçən mövzuya ki, nəyin xəbərdarlıq eləmək istəyirəm. Birinci növbədə sosial yardım üçün müraciət etdiyiniz zaman hörmətli izləyici, elə bir ailəcinizin adından edin ki, həmin şəxs evdə olsun. Yoxsa gəlib baxırlar, deyirlər evdə sizi tapmadıq, internet yazırlar. Bu bir məsələ, hörmətli izləyici, vacib məsələdən biri. Digər məsələ ondan ibarətdir ki, əgər siz sosial yardım alırdınızsa, sizi işdən çıxardıblarsa, o halda da təzədən məhkəməyə müraciət edib bərpa olmuşsunuzsa, neçə ay sosial yardım kəsilibsə sizdə, adətən bilirsiniz də, yəni işləməyən halda sosial yardım kəsilir. Bir ay ərzində iş yeri dəyişirsə, işdən çıxırsınızsa, yeni işdən təmin olunmalısınız. Hörmətli izləyici. Əgər bu olmasa kəsilir. Bu halda neçə ay sizin sosial yardım kəsilibsə, onun məhkəmə qaydasında iş yerinə tələb edə bilərsiniz. Həmin məbləği nəzərə alın. Hörmətli izləyici. Bir məsələ bu, digər məsələ də var. Bilirsiniz ki, sosial yardım vermək üçün aliment tələb edirlər. Əgər uşağın atası varsa. Yox, nəzərə alın. Nikahdan kənar evlənmişsinizsə, kəbinlə evlənmişsinizsə, uşaq dünyaya gəlibsə, onun doğum haqqında şəhadətnaməsində ata adı qeyd olunubsa, siz Həsən xidmətə yaxınlaşmaqla formada ödül alırsınız. Tək analıq haqqında arayış. Onu təqdim edirsiniz ki, yəni uşağın atası fərqliliyi yoxdur. O hansı halda verir, onu qeyd edəcəyəm. Amma digər məsələ toxunun, hörmətli izləyici. Bundan əlavə, yəni ki, bilin ki, hansı halda avtomobil ola bilər. Yol vərəqəsinə bir də əyri olan şəxslər təyin olunan avtomobil dövlət tərəfindən o sayılmır. Yəni ona görə sosial yardım verilmir. Əgər ətraflı məlumat istəyirsinizsə, hörmətli izləyici, sosial yardımın 19 şərti barədə videonu bəyənin və kanala abunə olun. Əgər 1000 abunə yığsam, bir də 2000 bəyənmə yığsam bu video, mən geniş video çəkəcəm. Hörmətli izləyici. Əgər fərdi qaydada məsləhət istəyirsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlayın. Mən fərdi qaydada hüquq məsləhəti verim. Və keçən digər məsələ. Hörmətli izləyici.